Xatəmi Tayi adında səxavətli, dünyaca məşhur bir adam olur. Bu adam qapısında ziyafətlər verir, insanları çağırır, kasıb insanları yedirir, içirir, hətta onlara hədiyyə də verir. Bir gün belə bir vəziyyətdə məclis qurub, insanları çağırıb, hədiyyələr verir, yemək yedirir, çıxır çölə gəzməyə. Baxır ki, yaşlı adam tikanlı bir yüklə gəlir. Xatəmi Tayi deyir ki, ona, özün bildirmir kim olduğunu. Deyir ki, Xatəmi Tayi ziyafət verir, yemək verir, sən də get onlara qoşul. Bu tikanlı yükünü çəkməyə əvəz, get həm mükafat al, həm də yemək ye, qarnını doyur. Bu şəkildə ona təklif edir. O yaşlı adam Xatəmi Tayiyə deyir ki, mən deyir izzətimlə bu tikanlı yükümü çəkərəm, amma Xatəmi Tayinin minnətini almam. Sonra Xatəmi Tayidən soruşurlar ki, sən özündən daha civanmərd, daha səxavətli insan gördünmü? Deyir ki, o ixtiyar deyir, həmən o yaşlı adam məndən daha əzizdir, daha da səxavətlidir. İzzət budur. Öz alın tərinlə qazandığın o nemət başqasının minnətlə verdiyi bir mükafatdan və yaxud da bir qazancdan, bir nemətdən 1000 dəfə daha ləzzətlidir.